Tərəfləri 14, 16, 18. Şəkil üzərində də baxa bilərsiniz, şəkilsiz də baxa bilərsiniz. Yəni bu misala. Məsələn, bura bir 14, bura 16, bura 18 yazıram. Məsələdə deyir 16 tərəfinə. 16 tərəfinə çəkilən medianın deməli uzunluğunu tapırıq. Yəni M 16 bərabər olmalıdır. 2-də 1 kök altında 16-dan başqa olanları yazırıq. Yəni 2 vuraq 18-in kvadratı, üstəcələ 2 vuraq 14-ün kvadratı, çıxaq 16-nın kvadratı. Bərabərdir. 2-də 1 kök altında 2 vuraq 18-in kvadratı 324. Üstəcələ 2 vuraq 14-ün kvadratı 196. Çıxaq 16-nın kvadratı da 256 eləməlidir. 2-də 1 qalsın yenə öz yerində. 2-ni 324-də vuranda 648. Üstəcələk 392. Çıxaq 256. O da bərabərdir. 2-də 1 kök altında. Toplayanda 2-də 1 kök altında 784. Dedik ki 28-in də kvadratı 784 eləyir. Baxın 2-də 1 qalır burada. Vuraq. 784-dən kök neçə çıxır? 28. Vuraq 28. 28 də 2-yə böləndə cavab eləyir 14. Belə.